Hər birinizi salamlayıram dostlar. Bugün yeni də GeoGuessr videosu ilə qarşınızdayım. Bu dəfə fikirləşdim duel oynayım. Çünki adətən duel oynamıram videolarda. Bu dəfə duel oynayacağım. Görək necə olur. Bayaq ölkələri tutuzdurmaqda qələbə qazanmışdım. Kaş onu da çəkərdim, amma neysə. Burada qazanmağa çalışacağım. Görək bura haradır. Beaver Town zat belə şeylər yazılmışdı. Görək bura haradır. Bura Avstraliyaya bənzəyir daha çox. Çünki həm maşınların hərəkəti də, yəni Britaniyada kimi sol tərəflidir. Adam artıq seçmədi. Mən biraz çox ləngidim, biraz daha çox gəzmək lazım idi. Nəsə Avstraliyadan bir yer, şərqindən bir yer seçdim və oy Britaniyaymış. Çox pis xal itirdik. Günəşə daha yaxşı baxmalıydım. Nəysə, çalışacağım bərpa eləyim bunu. Orada divarda yazı var. Çalışacağım onu oxuyum. Defense de passer. Bura gəldim. Görüm burada nəsə tapa bilirəmmi? Günəş cənubdadır bu dəfə. Avropadan bir yerdir böyük ehtimal. Böyük ehtimal yox, hətta 100% əminəm deyə bilərəm. Amma yəni fikrim yoxdur hara ola bilər. Burada mesela entre des marchandises, propriété privée. Bu Fransız diline bənzəyir. Düz gedim görüm nəsə var mı burada. Adam seçim elədi. Mən də seçim edəcəm. Seçimlər edildi və Kanadaymış. Mənimki nisbətən daha yaxın oldu. Ona görə cüzi də olsa rəqibdən biraz xal aldım, amma çox da böyük əhəmiyyət kəsb etdiyini düşünmürəm. Neysə, görək bura haradır. Amsterdam. Amsterdamı oxudum buradan. Məncə elə Amsterdam olacaq bura. Rəqibə çox düşünməyə vaxt verməyək. Elə seçim eləyək, keçsin. O da seçim elədi və oy. Eyni 3 kilometr heç kimdən xal getmədi. Maraqlı gedir ha. Prost birinci round çox korladım. Yenə Von Dutch USA yazılıb amma İtalyan. Burada hər yerə aid bir şey var. Bura hara ola bilər? Günəş cənubdadır, Avropadır məncə. Nəsə İspan dilində yazılar var sanki divarda. Amma yenə də tam əmin deyiləm. Marsel. Elə Marseldir bəlkə. Fransa. Mən Marseli seçəcəm, amma yəni hər yerə aid nəsə var da bu küçədə. Ayda Marsel idi, amma 3 xal itirdim.
311 metr məsafə, onda 1 kilometr məndə. Bir ev yox, çox da itirmədik, 3 halt etdik. Holland, yenə Niderland. Nəsə demək üçün tez deyərək ki. Centrum, Wind Aon. Görək bura haradır. Bura getməyi məsləhətli deyil məncə. Holland Road, belə bir şey yazılıb. Amma yəni heç bilmirəm haradır. Elə Niderlanda oxşuyur. Və bəli, bu dəfə cüzi fərqlə mən üstün oldum. Yəni də çox cüzi xal getdi adamla. Yəni bərabər oyun gedir. Bir dənə birinci raundda çox pis korlamışam. Vəziyyətimizin pis olmağının yeganə səbəbidir. Dana. Dana yazılıb. Bura yəqin ki Danadır. Elə Afrikaya da oxşuyur. Adam da seçdi, mən də seçim. Yes! Adam başqa şəhər seçib, amma mən elə paytaxt şəhər olan Atranı seçdim və beləliklə biraz ilk dəfə ki əməlli başlı xal aldım rəqibdən. No Tamiyonis. Görək qarşıdan, arxadan var, arxada heç nə. Avropa olduğunu deyə bilərəm. Aha, bu daşlarda nəsə yazılar var. İspan dilinə oxşuyur. Ay. Nəysə, adamda çox uzaq seçdi. Heç olmasa uduzmadıq oyunu. Artıq 3 lat zərər gəlir. Bu təmiz, bu Tariya deyildi. Cənubi Tariyadır bura. Tariyasız məncə çox dərindən araşdırmağa ehtiyac yoxdur. Düzdür, var, amma görək, paytaxt şəhər Seulu seçəcəm. Seul buralarda olmalıdır, amma harbiden gözlə, mən Şimali Tariyaya baxıram deyəsən. Yox. Haradadır bu Seul? Ay, başda şəhərmiş. Yenə də cüzi fərq oldu. Yenə də biraz xal itirdim. Və 3,5 lat xallar verilir. Bu Slavyan dilləri qrupundan bir ölkədir. Hətta mən düşünürəm ki, bura Şimali Makedoniya olar. Yəni də biraz araşdıraq. Yəni həm Latın
Draftal əlifba var, həm rus var. Bu nədir belə? Seçim elədim. Bəlkə Latviya olar bura. Nə bilim. Ay, Makedoniya seçsəm əməlli başlı xal tutardım. Amma Serbiyaymış. Bu Serbiyada adətən görmüşəm Rus draftalı olsun. Amma burada həm Latin draftalı var idi deyə biraz çaşdım. Nəysə, amma adamdan əməlli başlı xal sildik. Görək necə olur. Günəş şimaldadır. Bu dəfə yəni İngiltərə deyil 100%. Avstraliya olacaq, amma harası? Çünki Avstraliya böyük ölkədir və doğru yaxın seçmək çox önəmlidir. Central Mode. Bura hara ola bilər? Canberra'dır bəlkə, ya Sydney bilmirəm. Bəlkə də Brisbane, Melbourne-a oxşuyur bura. Həm də 4 plat xallar verilir, yəni maksimum ehtiyatlı olmaq lazımdır. Rədib də zərarsızlıq. Adam seçdi. Melbourne-u seçəcəm, amma risklidir, kifayətlidir. Və eyni, o da mənlə eyni seçmişik. Melbourne seçmişik və başlı tam İndoneziya idi, Malayziya idi ora. O da heç kimlə xal getmədi. Çox maraqlı oyun gedir. Günəş yenə də şimaldaymış kimi görünür. Bura məncə Cənubi Amerikadır və aha. Yenə də gedim. Bura hara ola bilər? Bura hansı ölkə ola bilər? Burada nəsə bayraq var. Yox, bu elə belə şey. Çətirdir deyəsən. Artıq xalların 4,5-i, yəni qazandığımız xalın 4,5 datıdır da xal alırıq. Yəni çox önəmlidir. Haranı seçim? Ay gözlədim. Bolivia seçdim. Ay, Ekvador imiş. Uduzluq mənə elə gəlir. Bəli, çox xal qazandı. Bəli, uduzluq. Mənə elə gəlir ki, birinci raund əsasda yəni çox korradı birinci raund. Ona görə məncə ola bilər. Yəni bərabər getdi oyunun əksəriyyəti. Bir də son seçimdə biraz səhv elədim. Və beləliklə, yəni bugünkü videomuzda burada sona çatır. Növbəti videolarda görüşənədək sağ olun, salamatdan.